Göbələk xəstəliyindən nə üçün müalicə bəzən uğurlu nəticə vermir? Göbələk xəstəliklərinin bəzən olur ki, pasiyent və yaxud da olur ki, həkim səbəbindən müalicə düzgün aparılmaya bilər. Ancaq ən əsas səbəb burada müalicə düzgün getsə belə sağalmamanın səbəbi araşdırılır və burada şəkər xəstəliyi, dediyimiz kimi immunoloji problem və yaxud da ki, bəzi elementlərin bədəndə çatışmaması səbəbindən pasiyentin sağalması uzun müddət çəkə bilər. Bunun əsas səbəblərindən biri dəmir çatışmazlığıdır. Dəmir, 3 atomlu dəmir çatışmazlığı zamanı pasiyentin qəbul elədiyi antifungal preparatlar dəmir preparatına bağlanaraq bədəndə hərəkət edir və lazımi toxumalara infeksiyanın sağalması üçün çatdırılır. Və əgər pasiyentdə dəmir yetməzliyi olarsa, bu zaman dəmir yetməzliyi səbəbindən kifayət qədər preparat pasiyentin iltihaplanmış nahiyəsinə və yaxud da ki, göbələk olan nahiyəyə çatmadığından pasiyentin sağalması da uzanır.